Növbəti Lişka Li7. Pərdəsinə problem var, zavodskoy defekti. Tez bazar göstərim. Tak. Bunu salaq aşağı. Menyunu salaq aşağı. Tak, bizimki Sunshade hansıydı? Hamısı Kitay dilində olub. Belə deyildi axı. Tak. Tak. Arxa işləyir. Qabaq isə, baxın, bunu saxlayıram. Qabaq isə basılmış vəziyyətdədir. Baxın, görürsünüz, bax. Qabaqda heç bir hərəkət yoxdur, işləmir. Zavodskoy defekti. Bu maşını sökmək istəməyiblər, amma bu maşını sökməyə məcburdur ki, çünki yəni başqa çarə yoxdur da. Bunun dua çarəsi yoxdur ki, bu sökülməmiş düzəlsin. Bunu düzəltmək üçün mütləq şəkildə tavanzat sökülməlidir. Da, təzə maşındır, neyin, amma variant yoxdur, sökülməlidir. Sökəyə, yəni bu təbii ki, bizim üçün adi bir şeydir. Maşını alan adam üçün biraz problem yaradır. Necə problem? Yəni mənim maşınım təzədir, sökmək istəmirəm. Bunun çıxış yolu yalnız budur. Sökülməlidir, sökək. İnşallah biz bunun ötəsindən gələk. Sökülən prosesi sizinlə paylaşaq. Görək bunun problemi nədir. Defekti aradan qaldıraq və inşallah bunun lükunu, pərdəsini düzəldək və elə bu günləri axşam maşını yola salaq. Beləliklə dostlar, gördüyünüz kimi biz bunun tavanını sökmüşük və artıq bu işi həll eləmişik. Bir dənə işlədim. Tak, значит bizdə qabaq pərdə. Göstər Rüfət ki, işləyir. Düşür kadra. Bir dənə buranı çək. Lük, pərdə daha doğrusu bağlı olan zamanı bu ucu deaktivasiya olunur. İndi arxa pərdəni də bağlayaq. Arxa pərdə bizdə işləyirdi. Videonun əvvəlində göstərdiyim kimi qabaq pərdə deaktiv idi. Tak, indi baxın görün. Hər iki pərdə artıq aktivdir. Bağlanan zamanı deaktiv olur. Problem deməli burada motorçikdə olub. Bunu göstərə bilmərəm. Motorçiku sökmüşük, motorçiku düzəltmişik. Və bundan əlavə işlədikcə yeni bir təcrübə toplamışıq. Bunu diaqnostikanı eləmək olmur. Biz başqa bir üsulla buna adaptasiya yolu tapmışıq. Və biz bunu da elədik, yəni təmirdən sonra. Şükür Allah, bunu da alındırdıq və artıq bizim Li7-imizin pərdəsi tam şəkildə işlək vəziyyətdədir. Zavodskoy necə lazımdırsa, elə də işləyir. Bu avtomobillər yeni olduğuna görə hər hansısa bir məlumat yoxdur, internetdə bir məlumat yoxdur. Ruslar demişkən, metodım tıka. Bunu həll eləmişik, şükür Allah. Bu neçənci Lidir artıq, Li7, Li9, Li6 da düzəltmişik və təcrübəmiz də artır. Və bundan sonra da artacaq, çünki bütün yeni Çin avtomobillərində hamısında demək olar ki, panoramadır. İndi büdcət avtomobilləri çıxmaq şərti ilə premium modellərində hamısı panoramadır. Bəzilərində даже pərdədən əlavə panorama lük də olur. Belə. Çalışırıq hər zaman işimizi tam şəkildə ötəsindən gələk və tam şəkildə müştərimizi razı yola salaq. Salamat qalın, Black 7 Baku. Bizdə isə növbəti Li7 olub 2025. Sizin qulluğunuzdayıq. Paka-paka.